kollektiv iş çox vacibdir. Çünki əməkdaşlıq edən bir yer. Bunun üçün də məktəbdə müəllim daha çox saat keçirməlidir. İkinci, dərsdən başqa müəllimin kifayət qədər başqa işləri var ki, biz buna görə müəllimə heç bir maaş ödəmirik. Yəni, məsələn, müəllim uşaqlardan nəyisə öyrənmək üçün sual yazmalıdır, düzdürmü? Dərs yoxlamalıdır. Şagirdlə oturub ona ünsiyyət, geri dönüş edib, problemləri hardadır, onu dinləməlidir. Digər müəllimlərlə bir yerdə peşəkar inkişaf layihələrinə qoşulmalıdır. Bəli. Yəni, bu mənada müəllimin məktəbə sahiblənməsi düşüncü çox vacibdir. İkinci vacib məqam isə ondan ibarətdir ki, müəllimin əmək haqqısının artırılmasına saat hesabı əsasda hesablanarkən bunun artırmağa çox da asan deyil nail olmaq. Çünki müəllimlərin hər bir müəllimi 20 saat, 24 saat dərs saatı verməyə dərs saatı yoxdur. Yəni, bu da ikinci problemdir. Ona görə tam ştatlı müəllim məsələsi inanıram ki, həm müəllimin işinin daha keyfiyyətini artırmaq, həm də əmək haqqısını artırmaq baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hələ müzakirədə olan məsələdir və yəqin ki, olacaq yaxın gələcəkdə. Müəllimin əmək haqqısı mənim düşüncəm bundan ibarətdir ki, bu şərtlər çərçivəsində orta əmək haqqıdan yüksək əmək haqqı olmalıdır.